Salam hörmətli izləyicilər. Mən bugün sizlərə elə hazır Ramazan ayında olduğumuz üçün Ramazan ayı ilə əlaqədar uroloji problemlərdən danışmaq istəyirəm. Bildiyiniz kimi Ramazan ayında insanlar biraz maye və yemək qəbulunu azaldırlar. Yəni get-gedə rasyon ayın ortası və sonlarına doğru azalmağa doğru gedir. Ona görə də sırf uroloji problemlər olaraq daha çox böyrək daşları və sidik axarı daşlarına sıx-sıx rast gəlirik. Bu da qəbul olunan mayədə azalma olduğu üçün baş verir. Mənim sizə məsləhətlərim olacaq. Ramazan ayı boyunca normal günlərdə qəbul elədiyinizdən daha çox maye qəbul etmənizi mən sizə məsləhət görürəm və ya da günlük lazım olacaq miqdarda. Yəni bir insanın normal çəkiyə sahib olan, normal dediyim 80-100 kilo arasında olan insanlardan gedir məsələ. Yəni onlar artıq üzəri isə o şiddətli obez xəstələrdir. Bu kilo civarında olan insanların təxminən 2 litrə yarım maye qəbul etməsi lazımdır. Daha çox bunu su şəklində eləyərsəniz böyrək daşından və sidiyin konsentrasiya olub da yenidən daş əmələ gətirməsindən qoruna bilərsiniz. Əks halda böyrək daşlarının sidik axarına doğru yer dəyişməsi nəticəsində ağrılar, sancı şəklində böyrək sancıları rast gəlinir və həkimə müraciətlərinin də sayı artır. Hal-hazırda yeni başlayıb ay, Ramazan ayı. Müraciətlərimiz bizim yavaş-yavaş başlayıb artmağa və bundan fürsətdən istifadə edərək ayın baş hissələrində olduğumuz üçün mən sizə məsləhətlərimi görürəm. Yəni yetərli miqdarda maye qəbulunu unutmayın. Xüsusən də iftar saatlarında və ya sahur saatlarında duzlu yeməklərdən qaçınmaq lazımdır. Çünki nəticədə duzlu qidalar qəbul etdiyiniz zaman bədənin suya tələbatı, mayeyə tələbatı daha da artmış olur. Siz də onu gün ərzində içə bilmədiyiniz üçün bu səfər artıq orqanizmada ciddi suya tələbat yaranır və dediyim problemlərə zəmin hazırlanır. Ona görə də bu mövzuda diqqətli olmanızı məsləhət görürəm. Təşəkkür edirəm.